Salam, hörmətli həmkarlar. Biz bu gün sizinlə bilik quruluşu rubrikinə aid olan situasiya tapşırığına nəzər yetirəcəyik. Mövzumuz limitin hesablanmasıdır. Səviyyələrə biz baxış keçirdiyimiz zaman bilirik ki, ilk öncə onu xatırlatmaq istəyirəm ki, bilik quruluşu rubriki 1-dən 5-əcən kodlanır. Kodlaşma nümunəsinə baxdığımız zaman səviyyə 1-də, yəni kod 1-də tələbə və yaxud da öyrənən limit nədir sualına öz fikrini səsləndirir, cavab verir, yəni. Biz xatırlayırsınızsa, bilik quruluşunun açar sözlərini sadalayanda demişdik, orada mütləq lazım idi ki, tələbə bildiyini səsləndirsin, sadalasın, oxusun özündən. Yəni hər hansısa bir hissədə öz yaddaşında olan bilgilərdən faydalansın. Yəni yeni bir məlumat əldə etmir burada. Kod 2-də isə limitin hesablanması yollarını təhlil eləyəcək, digər anlayışlarla müqayisə edəcək, teorema ilə əlaqələndirəcək. Biz bilik quruluşunun açar sözlərində kod 2-yə aid situasiyaya baxdığımız zaman deyirdik ki, öyrənən biliyi yaranmasında şərh edə bilər, təhlil edə bilər, analiz edə bilər, qiymətləndirə bilər. Bir fikir digər bir fikirlə müqayisə edə bilər. Lakin yenə də burada bilik tam formalaşmır. Açar sözləri də burada gördüyünüz kimi təhlil edir, müqayisə edir, əlaqələndirir deyə vermişik. Kod 3-də isə ona vaxtla və araşdırma lazım idi ki, biz sonda deyə bilək ki, öyrənən biliyi tam əldə edib və kod 3-ün situasiyasına baxsaq, araşdırma apararaq ev tapşırıqlarını müstəqil həll edir. Artıq burada bilik tam qurulub deyə bilərik. Kod 4-də isə tapşırıqların həllinə öz yanaşmasını irəli sürür, yeni üsullarla tapşırığı həll etməyə çalışır. Qeyd etmək istəyirəm ki, kod 4-ün açar sözlərini nəzərə yetirsək, orada tələbə mütləq lazım idi ki, yenilik etsin. Yenilikdə biz əgər bu situasiyaya uyğun baxsaq, öz yanaşmasını irəli sürməsi və yeni üsullarına tapşırığı yerinə yetirməsini görə bilirik. Yəni tam bu tələb də ödənib. Kod 5-də isə limit anlayışını fizikada öyrəndiyi anlayışlarla əlaqələndirir. Biz kod 5-in açar sözündə demişdik ki, mütləq lazım idi ki, onlar fənlərarası inteqrasiya etsinlər. Yəni burada interdisiplinarlıq təmin olunsun. İnterdisiplinar anlayışında fənlərarası inteqrasiya olaraq biz götürəcəyik. Yəni biz baxırıq ki, burada fizika və riyaziyyat fənninin aid olan ünsürlər qeyd olunub. Bu nöqteyi nəzərdən də verilən 5-ci səviyyə tam ödənilir.